cür öskürmək vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir və vaxtında düzgün müdaxilə etməsən vəziyyətin daha da ağırlaşacaq, nəticədə yuxarı tənəffüs yollarında kəskin bronxitə gətirib çıxardacaq. Vaxtında düzgün müdaxiləni necə eləmək lazımdır? Qardaş, ekrandakı ürəyi qızart, ətraflı sənə izah edeyim. İstər uşaqlarda, istər böyüklərdə bəlğəmli, yaş, quru, boğucu və yaxud da videoda göstərdiyim tipli öskürək varsa, yaxınlaşırsınız apteka pulmolor sirop əldə edirsiniz. Bu sirop istifadə edildiyi zaman tərkibindəki bitki ekstraklarının köməyi ilə öskürəyin növündən asılı olmayaraq elə ilk istifadədən təsirini göstərir. Bronxlardakı bəlğəmin qatlığını azaldaraq xaric edir və boğucu öskürəyi tamamilə kəsir. Ölkənin bütün apteklərində var. Olmasa əczacılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Ailənin bütün üzvü, həm uşaq, həm böyük, həm baba, həm nənə hamısı istifadə edə bilər. Pulmolor sirop illərdir öz keyfiyyətini, öz qiymətini və öz təsirini qoruyub saxlayan bir siropdur. Yəni mənim həqiqətən çox inandığım bir siropdur ki, çox müştərilərimə tövsiyə eləmişəm, nəticəsində geri dönüşündə müsbət görmüşəm. Bu cür faydalı videoların davamı üçün profilin üzərində üstəgələ işarəsi qoymuşam. Zəhmət olmasa ona toxun ki, hər zaman sağlamlığı düşünən əczacın baloğlanlar sağlam qalır.